Salam, hər vaxtınız xeyir əziz xanımlar. Yeni gündən, yeni bir vloqda xoş gördüm hər birinizi. Necəsiz mənim əzizlərim? İnşallah hər biriniz yaxşısınız, tək yaxşı olun. Mən də şükürlər olsun, yaxşıyam. Yeni bir vloq başlatmışam sizin üçün. İnşallah ki, sona qədər sevərək, bəyənərək izləyəcəyiniz bir vloq olar. Və həmişə olduğu kimi bu vloqda gecikmiş vloqlardan biridir. Vloq çəkilib iyun ayının 13-ü. Fuad gəlmişdi bizə və çıxmışıq nənə bala yenə də gəzmələrə. Hava çox isti idi əslində, heç getməyə həvəsim yox idi. Amma da söz vermişdim Fuada ki, aparacağım səni gəzməyə. Çünki iyun ayının biri, yəni uşaqlar günü, yəni getməmişdik də, gəzdirməyə aparmamışdım Fuadı. Maması ilə getdiyinə görə mən dedim sonra apararam. O da elə bugünə təsadüf etdi. Dedim, eyb yox, gec olsa da aparım, Fuadı gəzdirim. Həm ürəyimdə qalmasın, həm də balamın gönlü şad olsun, əylənsin, sevinsin. Və gəldik bura, Maşdağıda yerləşən Kids Up əyləncə mərkəzinə, deyəsən belədir adı. Yeni sayılır bura, yəni yeni açılıb. Həmişə bilirsiniz, Ayxana aparıram Fuadı. Bu dəfə dedim, bura gətirim, həm yenilik olsun, həm də buranı da görmüş olaq. Və gəldik elə, çox bəyəndi Fuad buranı. Əsas da orada zona var, birazdan görəcəksiniz. Saatlıqda, yəni vaxtla qoyulur. Oranı daha çox bəyəndi. Və bu belə də avtomatlardan da bilirsiniz də doymadan saatlarla oynayar, yəni bezməz də bu uşaq. Belə doya-doya əyləndi, oynadı. O sevindi. O sevinəndə də mən ondan çox sevinirəm. Belə öncə dedim, öncə yemək yesin, daha sonra əylənər. Çünki əylənib sonra desəm ki, gedək yemək yeyək, mən bilirəm ki, yeməyəcək. Ona şərt qoyuram ki, yemək yeməsən oynadı yoxdur. Ona görə də canının dərindən yeyir ki, tək gedib yeməkdən sonra əylənsin də oynasın istədiyini. Və elə öncə gəldik, menyudan seçim etdik. Daha doğrusu Fuad özünə tost seçdi. Və tost hazırlanana qədər getdi, biraz da avtomatlardan istifadə etdi və tost olandan sonra mən getdim, götürdüm, gəldim, Fuadı çağırdım. Fuad da gəldi. Təbii ki, böyük bir tost idi, porsiya böyük idi. Yarısını güclə yedi. Elə yarısını Fuad yedi, yarısını da mən yedim. Həqiqətən də belə yarısı ilə də doymaq mümkün oldu. Və daha sonra, yəndən sonra da getdik əylənməyə davam etməyə. Və o bayaq ki dediyim zona ki var, hansı ki saatla əylənmək mümkündür. Öncə istədim orada bir 2 saatlıq vaxt götürüm, alım, yəni saat al, 2 saat alım. Daha sonra fikirləşdim ki, birdən tez bezər falan filan. Dedim 1 saat alın. Doymazsa 1 saat yenə təkrar alaram. Ona görə də elə 1 saatlıq vaxt götürdük. Fuad girdi zonanın içinə. Orada da müxtəlif belə aktivitelər var, oyunlar var. Və həm də orada nəzarət edirlər də uşaqlara. Elə qoydum o zonada, Fuad əylənsin. Mən də çıxdım, getdim elə həmən bu ərazidə mağaza var idi. Mağazalar var idi, mağazaları gəzdim. Və əsas da birinci dəfə idi ki, düzdür eşitmişdim ki, yaxınlığımıza hardasa Sensei gəlib, amma dəqiq yerini bilmirdim. Və təsadüfdən gördüm ki, elə buradaymış. Çox sevindim, dedim elə onsuz da gəlmək istəyirdim bura. Dedim elə gedim Sensei'yi də gəzim, görüm nələr var. Və o 1 saat Fuad əylənən vaxtında mən də gəldim burada biraz gəzdim, baxdım, elədim. Yəni Fuad nəzarətsiz qalmadı da. Telefon nömrəsi zadı alırlar ki, yəni uşaq orada axtararsa falan anında zəng eləyirlər. Çox xoşuma gəldi belə bu xüsusiyyətlər. Əslində uşağı aparıb qoyursan, əylənir, rahat-rahat elə ərazini gəzirsən, mağazanı zadı gəzirsən. Vaxt bitəndə də gedib uşağı götürürsən. Və belə heç Fuad məni axtarmadı. Xəbər də olmadı ki, nənəm oradadır ya yox. Çünki başı elə qarışmışdı əyləncəyə ki, heç yadına düşmədim. Və arxayın idim ki, nömrə də var orada. Və
bu sinsəydi hardasa bir 20 addım aralıdır da, 20-30 addım aralıdır. Belə Unimoldur. Molun içində yerləşir də. Bir sözlə çox yaxın idi. Belə arxayınçılıqla da gəldim bu mağazanı gəzməyə. Belə gəlmişkən dedim biraz da sizə çəkiliş edim buradan qiymətləri falan. Deyim sizə ki, mən qiymətlərdən razı qaldım, münasib idi və məhsullar da hamısı çox belə seçmə məhsulları idi. Bəyəndim hər bir şeyi, çox gözəl, istər geyimlər var idi, istər də ev üçün qab-qacaq əşyalar falan. Pis deyil idi qızlar, münasib idi qiymətlər. Yəni gedib alış-veriş etməyə dəyər, yəni oradan. Həm də ki, belə zövqlü şeylər idi, zövqlü məhsulları idi. Xoşuma gəldi hər bir məhsul. Əsas da bu qab-qacaq bölməsini çox bəyəndim. Belə Pinterest tərzində əşyalar çox idi. Yəni seçim çox idi. Və elə dediyim kimi qiymətlər də pis deyildi. Məsələn, bu qızılı qaşıq dəsti desən 6-6 idi. 4 cür 6-6 hərəsindən 15 manata idi cəmi. Hansı ki bunu Temuda da var. Orada biraz bahadır. Ümumiyyətcə Temu'la müqayisə elədim. Temuda olan çox məhsullar burada da var idi və qiymətlər də burada daha çox münasib idi. Belə görürsüz qiymətlərini də yaxından çəkirəm. Məsələn, belə bir boş qablar, bunlar Temuda da görmüşəm. Belə bir boş qabları Temuda ən azı 16-17 manata endirimlə almaq olar. Amma burada cəmi 5 manata idi. Biraz ölçü olaraq böyük olanlar isə 8 manata yaxın idi qiyməti. Yenə də yaxşı idi. Yəni müqayisədə, Temu ilə müqayisədə. Və belə çox şirin dəstlər də var idi. Dəstəyəndə tək-tək satılır bunlar, amma dəstləşdirmək olar. Bunu çox bəyəndim. İkili şəkildə belə vişnəli kasa, amma qiyməti yox idi üstündə. Məsələn, belə 4 günc. Çox qəşəng boşqab. Bu isə yenə də deyəsən 5 manata idi. Çox bəyəndim bunu da. Amma bəyənsəm də almadım heç birindən. Çünki bilirsiniz, qab-qacaq çoxdur məndə. Çox almışam ona görə də. Onsuz da mən gözüm doyan deyil. Baxdım, maraqlandım qiymətlərlə, amma almadım. Daha sonra çox şirin, belə qəşəng bir stend çıxdı qarşıma. Çox gözəl belə şamdanlıqlar var idi burada. Qiymətləri də çox münasib idi. Hər birinin qiyməti cəmi 5 manata idi. Yəni görünüşcə çox qəşəngdir, amma dediyim kimi yenə də almadım. Ümumiyyətcə heç nə almadım. Heç nə almadım yox. 2 şey aldım, onu da evdə göstərəcəm nə aldığımı. Bu ördəklər də çox qəşəng, ördəkdir, qazdır, bilmirəm. Bunlar da çox şirin görsənirdi. Əsl belə mətbəxə yaraşan bir dekorları idi. Bunların da yenə qiyməti balacaları 2 manat neçə qəpik idisə, böyükləri də 4 neçə idi, 5 manata yaxın idi. Və daha sonra mənim ən sevdiyim stend çıxdı qarşıma. Çox qəşəng, bir-birindən gözəl fincanlar var idi burada. Bəziləri endirimsiz, bəziləri isə endirimli qiymətlə satılırdı. Mən də endirimli qiymətlə olan bir-iki fincan seçdim. Onu da dediyim kimi birazdan evdə göstərəcəm. Yəni bu dəfə seçmədim, elə baxdım. Daha sonra Fuadı getdim, götürdüm, qaydanda, yəni götürdüm, çıxdım da. Ən çox da bu fincanı çox bəyəndim, həm rəngini, həm fasonu, modelini. Amma endirimdə olmadığına görə almadım bunu. Başqa bəyəndiyim endirimdə olanlardan aldım 2 dənəsini. Yəni dediyim kimi ayın 13-ü, iyun ayının 13-ü çəkmişdim də. İndi bilmirəm hələ də davam edir bu endirimlər ya yox. Amma yaxşıdır belə hədiyyəlik alıb evə qoymağa, hədiyyə vermək üçün endirimdə olduqca alıb qoyasan. Lazım olanda da kiməsə hədiyyə etməyə, məsələn bu fincan cəmi 3 manata idi. Hansı ki əvvəlki qiyməti 8 manat 99 qəpik, yəni 9 manata olub. İndi isə 3 manata endirilib, yarıdan da aşağı qiymətə. Çox yaxşıdır məncə qiyməti. İndirim də bilirsiniz ki, çox çəkmir. Dəzdən qalxacaq həmən qiymət, qayıdacaq
köhnə qiymətinə 9 manat olacaq. Ona görə də çalışıram həmişə endirimlərdən yararlanım. Aycan. Və belə qızlar, hardasa bir yarım saat mağazanı gəzdim, qayıtdım yenə də Fuadın yanına. Düzdür, əgər axtarsaydı məni, nəsə bir problem olsaydı zəng edəcəkdilər. Dediyim kimi nömrə almışdılar. Amma ki, heç yadına düşməmişəm. Və gəldim, gördüm hələ də oynayır. Və elə gəldim, bir yarım saatda burada oturdum, Fuada baxdım ki, saatımız tamam olsun. Burada qızlar, bayaq yəqin ki qeyd etməmişəm, bəlkə də qeyd etmişəm. Qeyd etmişəmsə təkrar qeyd edin. Maşdağada yerləşir qızlar bura. Mallın içində yerləşir. Bu Kids Art əyləncə mərkəzi. Və burada görürsünüz qızlar, monitorda da Fuadın adı yazılır. Vaxtını göstərir ki, neçə dəqiqəsi keçib, neçə dəqiqəsi qalıb. Yəni xoşuma gəldi bura. Düşünürük ki, yenə Fuadın da xoşuna gəldi əsas. Təkrar yenə də gələrik. Və içində də bir də yəni mağazalar hələ bir tək Sensei idi, başqa mağaza yox idi. O da açılmağı gözlənilirdi, hələ açılmayıb, amma bir də Tam Store var idi. Və elə vaxtımız doldu, Fuadla çıxdıq. Öncə girdik belə Tam Store-a, Fuad üçün nə istədi onu aldım. Çünki söz vermişdim ki, bugün nə istəsən olacaq da. Ürək istədiyini hamısını edəcəm. Ona görə də bir öncə əyləndi doyunca. İndi də gəlmişik onun üçün alış-veriş etməyə. Və daha sonra yollanacağıq evimizə. Gəl bax, gör nə var burada. Fuad, deyə bundan buna bax. Xoşuna gələnlər. Hə, at bura səbətə. Götür at birini səbətə. Gəl bura. Görsən o qabaqdakı şeyi. Deyə bunlardan birini seç. Bu nədir? Bu nəsə fırlanır deyəsən basanda. Ne olur? Götür. Nədir ki o neyinir? Baxın. Ağzı açılır ki. Nədir o? Krokodildir. Qoy bunun içinə. Qoy bunun içinə. Ödəniş edək sonra. Deyə pambıq, bu pambıqdan. Bundan istəyirsən? Bax, mənə bax. Baxım ana, görün nədir öyle. Avtomat doludur evdə. Hər cür avtomatım var. Patrondan götür birini koy bunun içine. De ortadaki bunu. Ha. Gel bunlardan da götür. Ha, bir tane ondan koy. Bir tane bundan koy. Bu rengi. Ha, bunu da. Bak. Sonra. Bak, gezek görün ne var. Fuat, haradasan sən? Ay Fuat. Gəl bura. Ay can. Baxım onu hardan götürdün? Yaxşı at bunun içine. Salam.
Sağ olun. Çık gidelim o dükkana. Ha? Ve kızlar, dediğim kimi Sinsey'den önce baktığımda almadım fincanları. Fadi götürüp gelenden sonra 2 fincan götürdüm ve yine biraz da çekiliş ettim. Bu keten sarpanlar çox qəşəng idi. Yəni düzdür, gənc, cavan qızlar üçün yaxşıdır. Amma bu ağ koftanı çox bəyəndim özümə görə, amma öncə istədim alım, sonra fikrimi dəyişdim çünki ağ koftalar çox almışam. Dedim elə onları giyinərəm. Ona görə də almadım. Tut istəyirsən? Dayan. Gözde kopardım. Ay. Allah. Gel gel. Yine aldı. Tamirim var. Ha. Gel. Çık. İstersen. Ne? Yok. Gel buradan. Gel benim yanımdan. Geldi. Ha, gel gel. Gel elbi ver. Bilmem, gel hele oraya gitməliyik ki, sonra minəlim. Avtobusa oraya gitməliyik hele. Elbi ver. Bu tərəfdən gəl. Gəl. Keçə bilmir, ilişib qalıb gözlə. Al bunu. Saxla. Qoy nənə kömək eləsin ona. Nə diyor? Qorxdu. Qorxdu. Ellerine bak ellerine. Kömək edeyim keçsin. Ya buraya ne kadar su basıyor? Ha. Yine görsen gitti. Ha. Buraları bütün su basıb. Kömək elədik. Gedək. Xilas elədik. Geldi. Yıkılmıştım. Benim ben Və belə qızlar, Maşdağadan mindik avtobusa, Fuadla gəldik, Zabratda düşdük. Çünki Zabrata gəlib biz kəndin içinə getməliyik, orada bir başqa avtobusla getməliydik və elə yoldaşıma zəng elədim. Gəldi, götürdü bizi. Ona qədər də dedim elə Zabratda Ayxanla üz-üzə təzə bir böyük Trend Mall mağaza açılmışdı.
getdik. Ora da girək, baxım. Hamı gedib məndən başqa dedim. Mən də gedim görüm nə var, necədir, neçədir qiymətlər. Və elə gəlmişkən Fuada da bir iki geyim aldım. Yəni 1 iyun hədiyyəsini almamışdım da. Düzdür, Temudan sifariş etdiklərim də var. Ona görə də buradan 1-2 şey aldım. Çox şey almadım. Dedim elə qoyaram o Temudan aldığım hədiyyənin üstünə verərəm və aldıq, çıxdıq. Elə yoldaşım da gəlib artıq gözləyirdi bizi. İndi maşına yollandıq evə. Mən sənin nəyinəm ki, mən sən su alım? Ne olsun da sen ol. Nənə sənin nəyindir? Yakmışsın mı? Niyə biz sən hər şey almalıyıq, sən bizə heç almırsan? Niyə? Deyirəm mən balacayam da hələ. Hə? Deyirəm mən hələ balacayam, alır, yaxşı küsmə, zarafat eləyir də sənə. Hər şeyi biz almalıyıq sənə, qurbanım. De babam maçələ bir dənə tez. Küstün, zarafat eləyir də sənə. Küstün babadan. Belə qızlar gəlib çatmışıq artıq evə. Dedim elə aldıqlarımı da görsədim, nə almışam Fuad üçün. Belə bir futbol geyimi forması gördü Fuad. Keyfiyyəti yox, heç yaxşı deyil idi. Amma özünü öldürdü ki, mən istəyirəm də bunu almalısan. Mən də qəlbinə dəymədim, dedim elə alım. Xoşuma gəlməsə də aldım da bir sözlə. Və bir də belə özüm seçimimlə bir kofta götürdüm ona, futbolka götürdüm. Bunun da keyfiyyəti çox yaxşı idi, qiyməti də münasib idi. Və elə dediyim kimi uşaqlar gününə hədiyyə almamışdım Fuada. Daha doğrusu Temudan bir-iki hədiyyə almışdım. Bunu da elə qoydum üstünə. Uşaqlar gününə hədiyyəm Fuad üçün bunlar oldu. Bu kofta 8 manat, 9 manata yaxın idi, 8 neçə idisə. Formanı da 5 manat aldıq. Toplam 13 nə qədərsə pul tutdu. Belə bir də Tam Store'dan aldıqlarımızı da görsədim. Tam Store'dan yox, daha doğrusu Sensei'dən aldığım fincanları da göstərim dedim sizə. Bizim evdə bilirsiniz ki, yeməkdən, çörəkdən çox şirniyyat tükədilir. Ona görə də elə bir-iki dənə də şirniyyat götürdüm çay içmək üçün. Qiymətləri ucuz idi, münasib idi. Orada çəkdim, gördünüz də. Və belə bir tutquya bənzər şirniyyat da götürdüm. İçində belə paketlənmiş tək-tək tutquya bənzər şirniyyatlar var. Və bir-iki ədəd də belə Fuad üçün istədiklərini aldım. Bunu 3 manata dedim, bu nədir axı? Yəni fərqli bir şey deyil. Sən demə. O qırmızı hissəsi dolu imiş, içində mini oyuncaq var idi, şirniyyatlar falan var idi. Yəni sonra dedim ki, hə dəyərmiş 3 manata və bir də belə Lovis'in beşli saqqızını götürdüm. Uşaqlığımı xatırlatdı bu mənə. Bunu da daha doğrusu Fuad üçün götürdüm. Daha sonra yolda Fuad susamışdı. Su aldı babası ona. Bir də belə yenə də Fuadın abur-cuburları. Bu Publikumun pres pambığını axır vaxtlar çox bəyənir Fuad. Hər görəndə də alıram onun üçün. Belə Sensei'dən də aldığım fincanlar bunlardı. Çox qəşəng sadə belə ağ bir fincan götürdüm özümə. Qızılı qulpu, ağzı da belə qızılı naxışlandı. Bunun əvvəlki qiyməti 8 manata olub. Hətta 8 manat neçə qəpiyəsə enmişdi 3 manata. Və bir də belə bir qaşlı fincan götürdüm, biraz böyük ölçüdə. Bu da yenə də əvvəl olub. Demək olar ki 11 manata, 10 manat neçə qəpiyəsə. Mən isə götürdüm bunu 5 manata deyəsən. 4.99-a səhv etmirəmsə altında qiyməti var. Belə onu da hədiyyəlik götürdüm ki, kiməsə hədiyyə edərəm və qisməti də çıxdı elə alan günü. Çünki bu çəkilişi ayın 13-ü dedim də çəkmişdim, məzunlar günü. Qonşumuzun qızı da məzun oldu, elə ona hədiyyə etdim bunu da. Və belə fincanı gördünüzdə kağızda qutusuz almışdım və evdə məndə öncədən mənə hədiyyə edilən bir fincan var idi, onun qutusu qalmışdı. Saxlamışdım, elə həmən qutuya qoydum. Paketlədim, hədiyyə etdim məzun olan qızımıza. Və evə gələndən sonra qonşumuz süfrə açmışdılar, məzun gününə özəl belə yığışmışdılar. Bizi də dəvət etmişdilər, amma
Yemək istəmirdim deyə dedim ki, dayı üzürlü sayın, yeməyə gəlmirəm, amma çaya çağırarsız gələrəm. Nə qədər elədilər, düzü doğrudan da tox idim. Boş-boşuna gedib oturmağın dedim bir mənası yoxdur. Dedim çay içərkən artıq bir xəbər edərsən keçərəm də sizə. Və belə hədiyyəmi də hazırladım. Getdim onlara. Və üstünə əlavə olaraq belə bir sandıqdan tem paleti də götürdüm, qoydum. Çox şirin belə görünüşü var. Əsl belə gənc qızlar üçün, gənc qızlara yaraşan bir hədiyyə idi. Elə bunu da onun üstünə əlavə etdim. Hədiyyə etdim. Daha sonra düzdür fikirləşdim ki, kaş ki o fincanın içinə şirniyyatlar da qəşəng alıb yığardım. Məsələn, tək-tək Snickers, Bounty falan belə yığıb, kofe falan da hətta qoya bilərdim. Amma yəni ağlıma gəlmədi. Daha sonra ağlıma gəldi, o da artıq gec idi. Və belə qəşəng paketlədim. Qoydum paketinə. Bəzən belə paketləri qutuda məsələn saxlamışdım, neçə vaxtı məndə idi. Atmaq istəyirdim, amma yaxşı ki atmamışam, belə lazım olur. Görürsünüz, qəşəng saxladım. Deyir, saxla, zamanı gələr, zamanı buna deyiblər. Və qəşəng paketlədim, apardım, hədiyyə etdim. Və burada da artıq keçmişəm qonşuya, gəlmişəm, çay süfrəsi açırlar. Elə dedim, buradan da bir kiçik çəkiliş edim, videomu tamamlamaq üçün. Belə qızımız 2026-nın məzun oldu. Təbrik edirəm onu təkrar buradan. Onun simasında bütün bu il məzun olan şagirdlərin hər birini təbrik edirəm. Allah yollarını açıq eləsin, uğurları bol olsun inşallah. Hər biri istədiyi sahə üzrə ali məktəbə də qəbul olmağı nəsib eləsin hər birinə. Bizim qızımız da maşallah olsun, artıq imtahanını keçib, balını toplayıb, 3-cü qrupa daxil olub. Və bunun üçün də ayrıca təbrik edirəm onu. İnşallah ki, bütün arzularına belə istədiyi kimi çatar. Olsun, ali məktəbə birinci qəbul olasan. İnşallah elə. Sonra da bitirəsən, qeyd edir. Təbriklər. Bir daha beyni yorulur, başı yorulur. Və beləliklə qızlar oturduq qəşəng. Tortumuzu kəsdik, çayımızı içdik. Daha sonra yenə də yollandıq evimizə. Elə dedim, videomda bugünlük bəsdir. Artıq xeyli çəkmişəm, hələ kəsmişəm də. Burada siz yarım saat görürsünüz, çox uzun olmuşdu. Və dedim, elə bugünlük bu qədər bəs eləyər. Və burada da videom sonuna yaxınlaşır. Artıq istəyirəm sağollaşım sizinlə gecə olmadan. Gələn, sona qədər izləyən, fikir bildirən, videonu bəyənən hər kəsdən Allah razı olsun. Təşəkkür edirəm hər birinizə. Baxan gözləriniz var olsun. Şərh yazan, like edən barmaqlarınız yorulmasın. Öpürəm hər birinizi. Allah razı olsun hər birinizdən. İnşallah növbəti vlogda görüşmək ümidi ilə. Sağ olun, sağlıqla qalın. Özünüzə yaxşı baxın. Yes,